Diqqət, diqqət, danışır xalq jurnalistikası, salam, axşamınız xeyir. Studiyada Elvin Basqallı, efirdə son xəbərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2029-cu ildə Azərbaycanda əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demografik vəziyyətin qiymətləndirilməsi məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıya alınması həmin ilin oktyabrın 1-dən 31-nədək keçirilməlidir. Birləşmiş Ştatlar Prezidenti Donald Trump 36-cı NATO dövlət və hökumət başçıları zirvə toplantısında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara'ya gəlib. Trump'ı daşıyan Air Force One təyyarəsi Ankara hava limanına eniş edib. Şəhərin müxtəlif nöqtələrində sülhdə ortaq gələcək, təhlükəsizliyin açarları və sülhün açarları şüarlarını əks etdirən bannerlər yerləşdirilib. NATO zirvəsinin təhlükəsizliyini təmin etmək üçün Ankara'da ümumilikdə 56 min təhlükəsizlik əməkdaşı, 49 min polis və 7 min jandarm xidmət aparır. Təhlükəsizlik tədbirlərinin samit başa çatdıqdan sonra da bir müddət davam etdiriləcəyi bildirilib. Fransa Prezidenti Emmanuel Macron'un Suriyaya səfəri zamanı qaldığı otelin yaxınlığında partlayışlar baş verib. Təhlükəsizlik xidmətindəki mənbənin məlumatına görə hadisədən sonra ərazidə yollar bağlanıb və gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Partlayış avtomobilin partladılması nəticəsində olub. İnsident Fransa Prezidenti ərazini tərk etdikdən sonra olub. Macron'un Suriya Prezidenti Əhməd Əşşara ilə görüşü gedərkən partlayış səslərini eşitmədiyi qeyd olunur. Dəməşqdə baş verən partlayışlar nəticəsində azı 18 nəfər xəsarət alıb. Yaralananlardan 4-ü polis əməkdaşıdır. Həmçinin bildirilir ki, partlayıcı qurğular işə düşməzdən əvvəl aşkar edilsə də mina axtaranlar onları vaxtında zərərsizləşdirə bilməyiblər. Ukrayna ötən gecə Rusiyaya qarşı geniş miqyaslı dron və raket hücumu həyata keçirib. Moskva ətrafında yüzlərlə dron zərərsizləşdirilib. Belgorod vilayətində isə Gazproma məxsus obyektə zərbə endirilib. Moskva meri bildirib ki, paytaxt regionu istiqamətində 430 dronun uçuşu qeydə alınıb. Onun sözlərinə görə hava hücumundan müdafiə qüvvələri dronların əksəriyyətini paytaxtdan uzaq məsafədə məhv edib. 36 dron isə Moskvaya yaxınlaşarkən vurulub. Dron və raket hücumuna məruz qalan Belqradda çoxsaylı partlayışlar baş verib. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib. Bu barədə Zelenski bugün NATO samiti çərçivəsində Ankara'da Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib. O qeyd edib ki, təşəbbüs yalnız pilotsuz uçuş aparatlarının alınmasını deyil, həm də birgə istehsalı, texnologiyaların sürətli tətbiqini, kritik infrastrukturun mühafizəsini və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur. Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə, hər bir şirkətə təşəkkür etmək istəyirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək, deyə Zelenski bildirib. Güclü yağışlar New York'un bəzi rayonlarını su altında qoyub. Xüsusilə Brooklyn və Queens rayonları ciddi zərər görüb. Hava şəraitinə görə New York aeroportlarında yüzlərlə reys gecikib və ya ləğv edilib. Şəhərin meri Zöhran Mamdani sakinləri daşqın təhlükəsi barədə xəbərdar edib. Ölkəmizdə isə sabah havanın bəzi ərazilərdə yağıntılı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Rayonlarda ara bir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntıların qısa müddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi gözlənilir. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Abşeron rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin minalardan təmizləmə üzrə çeviç qrupu hadisə yerinə cəlb edilib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə silahlar müəyyən edilib. Aşkar edilmiş silah-sursatlar çeviç qrupu mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Nəsimi rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi növbəti əməliyyatlar zamanı 4 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində ümumilikdə 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Arıqlama məqsədi ilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında ciddi qanun pozuntuları müəyyən edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır. Eyni zamanda ciddi psixi pozuntulara səbəb ola bilər. Yeni Ağdamın bəzi küçələrində zibil qutularının dolub daşması və vaxtında təmizlənməməsi nəticəsində yaranan xoşagəlməz mənzərə sakinlərin narazılığına səbəb olub və bu barədə görüntülər paylaşırlar. Rejissorumuzdan həmin görüntüləri xahiş edirəm. Deməli, binaların, o yeni binaların düz önündə zibil qabları dolub daşır, amma həmin zibil qablarını vaxtında təmizləməyiblər deyə sakinlər paylaşımda, sosial şəbəkələrdə etdikləri paylaşımda şikayət edirdilər. Əlbəttə, yeni Ağdama bu gözəl mənzərəyə, belə mənzərə, belə vəziyyət yaraşmır. Bu video ötən gün paylaşılmışdı. Bugün isə sosial şəbəkələrdə Ağdamda mövcud olan problemin aradan qaldırılması ilə bağlı foto da yayılıb. Yəni, şükürlər olsun ki, cəmi bir günə vəziyyət bax belə dəyişib. Əvvəl və bu da bugünün fotosu sonra. Bakının Əli Əşrəf Əlizadə küçəsi 57 ünvanında yerləşən yaşayış binasının liftində azyaşlıya qarşı zorakılıq hadisəsi baş verib. Azyaşlının anasının iddiasına əsasən psixi sağlamlıq problemi olan şəxs liftə minmək istəyən uşağı itələyərək yerə yıxıb. Azyaşlıya fiziki zorakılıq tətbiq edən 29 yaşlı Ayxan Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür və məlumata görə güya İngilis dili müəllimi imiş. İngilis dili müəllimi bir uşağa, özdə autizmlə əziyyət çəkən uşağa görün necə zorakılıq edib. Bu bizim İngilis dili müəllimimiz. İndi də sizə tanınmış komediya aktyoru İlkin Miskərli haqqında danışım. Onun da həmin bu İngilis dili müəllimindən o qədər də çox fərqi yoxdur. Deməli, tanınmış komediya aktyoru İlkin Miskərlinin autizmli uşağı parodiya etdiyi və parodiya etməzdən öncə işlətdiyi xoşagəlməz ifadə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İnsanlar aktyorun xüsusi qayğıya ehtiyacı olan uşağı gülüş obyektinə çevirməsini tənqid edib. Məsələ ilə bağlı layihə rəhbəri Vüqar Əmirov bildirib ki, videoya ilk baxış zamanı görüntülər yanlış anlaşıla bilər. Lakin orijinal materialın mahiyyəti fərqlidir. Onun sözlərinə görə İlkin Miskərli heç kimin qəlbinə dəymək niyyətində olmayıb. Vüqar Əmirov özü də övladının autizmli olduğunu qeyd edərək bildirib ki, məqsəd ələ salmaq olsaydı buna icazə verməzdi. Lakin mən demək istəyirəm ki, İlkinin ən yaxşı halda adlandıra biləcəyimiz bu texniki səhvini İlkin Miskərlinin özünün boynuna alıb, balaca qızın ailəsindən və tamaşaçılardan üzr istəməsi daha yaxşı olardı. Mən istəməzdim ki, İlkin Miskərli tamaşaçıların yadında şuursuz zarafatı ilə həkk olsun. Hollywoodda isə elə aktyorlar var ki, onlar yalnız filmləri ilə deyil, yaratdıqları fiziki obrazlarla da bir dövrün yaddaşına həkk olunublar. Stallone də bu. Hollywoodun ən tanınmış aktyorlarından birinə çevrilib. Onun karyerasına dönüş nöqtəsi ssenarisini özü yazdığı Rocky filmi olub. Stallone baş rolu başqa aktyorlara verməzdən imtina edib və 1976-cı ildə ekranlara çıxan film böyük uğur qazanıb. Növbəti il ən yaxşı film nominasiyasında Oscar mükafatına layiq görülüb. Daha sonra First Blood filmi ilə Stallone ikinci əfsanəvi obrazını John Rambo-nu yaradıb. Beləliklə, aktyor həm Rocky Balboa, həm də John Rambo kimi dünya kinosunun ən yadda qalan qəhrəmanlarından ikisinə həyat verən nadir Hollywood ulduzlarından biri olub. Olunmuş yol ayrıclarına daxil olan sürücülər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Mərkəzi məlumatına görə qeyd olunan qaydanın pozulması əksər hallarda yol qəzalarına səbəb olur. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaydığı videoda Bakıda dairəyə düzgün daxil olmayan avtomobilin digər nəqliyyat vasitəsilə toqquşduğu qəza anı əks olunub. Mərkəz sürücülərə tələsməməyi, gözləməyi və yol hərəkəti qaydalarına əməl edərək hərəkətlərini davam etdirməyi
etməyi tövsiyə edib. Bu ilin yanvar-iyun aylarında kosmetologiya sahəsi üzrə 38 qanunsuz fəaliyyət faktı müəyyən edilib. Analitik ekspertiza mərkəzindən verilən məlumata görə aşkarlanan bütün hallar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq aidiyyatı orqanlara icraata göndərilib. Həmçinin sözgedən dövrdə aparılan yoxlamalar nəticəsində 44 müəssisə və fiziki şəxs lisenziya olmadan tibbi fəaliyyət göstərdiyi halda aşkarlanıb. Paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birindən ümumi dəyəri 5000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlanıb. Nərimanov rayon polis idarəsi 17-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərdə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib. Araşdırmalar davam etdirilir. 055 8 104 104. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı bizə çəkiliş edib göndərə bilərsiniz. Ali Mustafayev küçəsində təhlükəli vəziyyət qeydə alınıb. Məlumata görə sevgili olduqları iddia edilən qadın və kişi son vaxtlar aralarındakı mübahisələri dəfələrlə magistral yolda davam etdiriblər. Sakinlərin sözlərinə görə onlar yolun hərəkət hissəsində bir-birlərini təhqir edir və yüksək səslə mübahisə edirlər. Bu isə həmin ərazidən keçən sürücülər üçün təhlükə yaradır. Bina sakinləri həmçinin iddia edirlər ki, sözgedən şəxslərin davamlı səs-küyü onların rahatlığını pozur. Sumqayıtda tələbə vəfat edib. Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 2-ci kurs tələbəsi Rizvan Vəliyev dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib. Gəncə şəhəri Səbuhi Əliyev küçəsində yük maşınları toqquşub. Kamaz markalı yük maşını tırla toqquşma zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Ötən gün güclü külək və leysan yağışları nəticəsində Tovuzun Bayramlı kəndində 2 iri buynuzlu heyvanı ildırım vuraraq tələf edib. Şəmkinin Sabirkənd kəndində isə uzun müddət davam edən güclü külək istixanalara və fermalara ciddi zərər vurub. Bir neçə evin dam örtüyü və dəmir konstruksiyalı hasarlar aşıb. Güclü leysan yağışları nəticəsində ərazidə sel suları yaranıb. Arxlar da aşıb. Sel sularının evlərə dolması nəticəsində bir neçə sakinin ev quşlarını sel aparıb. Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşları 2 fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. İdarənin Qırmızı Körpü Gömrük Postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10.750 ədəd test aşkar olunub. Daha bir nəqliyyat vasitəsində isə gömrük orqanına bəyan edilməyən 55 ədəd üzərində Zoladex 3.6 yazısı olan dərman vasitəsi aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır. Ağdamda Bərdə-Ağdam avtomobil yolunun Uzundərə adlanan ərazisindən keçən hissəsində Toyota ilə Mercedes markalı yük maşını toqquşub. Minik avtomobillərinin sürücüsü və orada olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qırğız Respublikasının Tezjet aviaşirkətinə məxsus təyyarə Manas vilayət mərkəzindən uçarkən Bişkek aeroportunda sərt eniş həyata keçirib. Hadisə nəticəsində zərər çəkən yoxdur. Şahidlərin sözlərinə görə yerə indikdən sonra hava gəmisi yana aşıb, sərnişinlərin təxliyəsi isə şişmə trap vasitəsilə həyata keçirilib. Dərhal əraziyə təcili tibbi yardım və yanğın söndürmə briqadaları göndərilib. Sosial şəbəkələrdə yayılan və hadisə yerindən çəkilmiş videolara əsasən laynerin ciddi zərər gördüyü məlum olub. Tezjet təyyarəsinin qəzalı enişindən sonra Bişkek hava limanı uçuşların qəbulu və göndərilməsini müvəqqəti olaraq dayandırıb. Misir dünyanın ən böyük hərbi qərargahını rəsmi olaraq istifadəyə verib. Misir prezidenti Əbdülfəttah Əs-Sisi yeni strateji komandanlıq mərkəzi olan Oktagonun açılışını edib. Kompleks quru qoşunları, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri, kəşfiyyat və digər dövlət strukturlarının vahid komandanlığını özündə birləşdirir. Yeni qərargah süni intellekt elementləri ilə təchiz edilmiş idarə etmə sistemləri, mühafizə olunan rabitə, yeraltı infrastruktur və kiber müdafiə vasitələri ilə təchiz olunub. Təxminən 4,7 milyon kvadrat metr ərazini əhatə edən kompleksin sahəsinin Birləşmiş Ştatların Müdafiə Nazirliyinin qərargahı olan Pentagondan onlarla dəfə böyük olduğu bildirilir. Və hörmətli tamaşaçılar, məhz bu xəbərlə bu günlük son xəbəri yekunlaşdırırıq. 055 8 104 104. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırmasını istədiyiniz mövzularla bağlı bizə yaza və video çəkib göndərə bilərsiniz. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.